Adam var özü namaz qılmır. Bəzi namaz qılmayanlar var, səfalı adamlardır. Ürəkləri nuranidir. İndi nəsə başa düşməyib, qılmayıb, inşallah qılacaq. Amma nuraniliyi bundadır ki, deyim, mən eləyə bilmirəm, amma eləyənə dəyər verir. Deyim, bu ibadət eləyən adamdır, bu dəyərə, hörmətə layiqdir ki, əhsən Allaha səcdə eləyir. Bunlar hidayət olunlar. Amma bəzi namaz qılmayan var, namaz qılan görəndə gözündən düşür. Deyim, vay, səviyyəsiz adamdır, bu namaz qılır. Mən görmüşəm həyatımda belə adamlar və Quranda bunlar haqqda danışır. Siz də görmüşsünüz yəqin. Ona görə də bəzi namaz qılanlarda natamamlıq kompleksi yaranır. Başlayır namaz qılmağını gizlətməyə ki, vay mən də səviyyəsiz bilən sayılaram cəmiyyətdə. Bilən mən elitadan hesab olunmaram, mən namaz qılıram, biraz ayıbdır. Bu fikri təlqin edirlər cəmiyyətə. Bu da iki yoldan birini seçir mümin. Ya namaz qılmağını gizlədir, ya da başlayır sübut eləmək ki, yox mən səviyyəsiz deyiləm və gülünc vəziyyətə qalır.